Salam dəyərli izləyicilər, hər bizi xoş gördük. Bugün sizin üçün Kaspi kurslarının 11-ci sinif üçün keçirilən blok sınağının tarix fənninə aid olan soruların izahatı ilə tanış edəcəyik. Sorularımıza keçid alaq. Burada deyir ki, 13-14-cü əsr Azərbaycan memarlıq abidəsinə aid deyil. Bərdə türbəsi, Bayıl qalası, Olcaytı Xudabəndə türbəsi, Təbrizdə Qeysəriyyə bazarı, Ramana qalası. Baxırıq, görürük ki, yalnız Təbrizdə Qeysəriyyə bazarından başqa digər cavablar uyğun deyil. Deməli, uyğun cavabımız bizdə D variantı olacaq. 62-ci sualda Kutu və Lulubi dövlət qurumlarının Akka dövləti münasibətləri nəticəsinə aid ümumi cəhət, Şumer şəhər dövlətinin himayədarına çevrilməsi xeyri yanlışdır. Akka dövlətinin süquta uğradılması Kutilərə aiddir. Akka hökmdarlarının məğlub edilməsi doğru cavabımız elə burada C variantı uyğun cavabımız olar. 63-cü sualda Alban Arşakilər dövrünün Albaniya üçün ümumi xarakteridir. Varaz Qırqor tərəfindən olması bir yanlışdır. Siyasi quruluşun mərkəzləşmiş feodal dövlət olması, düzdür, mərkəzləşmiş dövlət yaratmışdılar Albaniyada. Mani təlimi aid deyil. Cavanşir tərəfindən Xəzərlərin məlumu Cavanşir Mehranilərə aiddir. Qəbələnin paytaxt kimi fəaliyyət göstərməsi uyğundur. Deməli, burada uyğun cavabımız olar bizim 2-5, yəni C variantı. 60 deməli 3-cü 64-cü suala baxaq. Xəritədə deyir ki, paytaxtları rəqəmlərlə işarələnmiş dövlətlərin müvafiqələr 11-ci əsrin 1-ci və 2-ci yarısına aiddir. Bu da təbii ki, birincidə Şirvanşahlar dövləti, ikincisi 12-ci əsrdən söhbət gedirsə, burada deməli ola bilər ki, hansı ki Atabəylər dövlətinə uyğundur. Bütün Azərbaycan vahid halda birləşdirməsi Atabəylərə aiddir. Deməli, belə deyək ki, paytaxtın köçürülməsini, bu dövrdə paytaxt köçürülməsi Həmədana köçürülüb, lakin bu Təbrizə aidliyi yoxdur. Fəaliyyətlərin sona çatması 12-ci əsrdə Şirvanşahlar dövlətinə Atabəylər dövləti süqut etməyib. Səlcuq hücumlarına məruz qalması doğru cavabımız deməli D variantıdır. Bu onunla bağlıdır ki, 1190-cı ildə Atabəylər dövləti Səlcuq 3-cü Toğrulun məğlub edilməsi, eyni zamanda Sultan Mahmudun belə deyək Şirvana yürüşü ilə əlaqədar olaraq burada D uyğun cavabdır. 65-ci sualda qeyd edilir ki, Atabəylər Eldənizə dövlətinin mövcudluğu dövrünə uyğun gəlir. Təbii ki, 1136-1225-ci ildə mövcud olub. Gəncə qala qapıları aid olmaz. Fəriburuzla bağlıdır. 1096-cı ilə aid deyil. Atabəylər dövləti 1136-da yaranıb. Şəmsəddin Eldənizin Arslan Şahın Atabəyi təyin edilməsi doğru cavabımız elə C variantı olar. Çünki 1160-cı ildə Arslan Şahın Atabəyi təyin olunub. Uyğun cavabımız elə C variantı. Tamarın Şirvanı Gürcüstana birləşdirmə cəhdinin qarşısının alınması mövcudluğu Şəmsəddin Eldənizin Arslan Şahın Atabəyi təyin edilməsi. Tamarın Şirvanı Gürcüstana birləşdirmə cəhdinin qarşısının alınması 1160-cı ildədir. Bir də burada ancaq bir neçə cavab. Burada Tamarın Şirvanı Gürcüstana birləşdirmə cəhdinin qarşısının alınması 1160-cı ildə olub. Bu da aid ola bilər, amma Arslan Şahın Atabəyi təyin olunması, deməli Atabəyi təyin edilməsi deyir. Bu yanlış ifadədir. Burada Tamarın Şirvanı Gürcüstana birləşdirmə cəhdinin qarşısı alınması 1160-cı ildə. Ona görə də burada əslində D uyğundur. Şəmsəddin Eldənizin Arslan Şahın Atabəyi təyin edilməsi. Bunu kimsə təyin etmir, özü olur. 66-cı sualda 2-ci Göytürk və Xəzər xaqanlığı üçün ortaq cəhətdir. Müsəvvirliyin yayılması Xəzər xaqanlığına aiddir. Çində Tan sülələsini himayə etməsi, deməli Tan sülələsini himayə etməsi bunların heç birinə aid deyil. Hakim sülələnin Aşin nəslinə, bəli, əksi Aşina nəslinə mənsub edilər. Ona görə də burada C uyğun cavabdır. Türklər Xəzər xaqanlığından ortaq cəhətdir. Müsəvvirlik, burada diqqətlə baxsaq 8-ci əsrin 1-ci yarısının süquta uğraması səhvdir. Çünki 10-cu əsrdə Xəzər xaqanlığı yaranıb. Paytaxt şəhərin ərəblər tərəfindən ələ keçirilməsi Xəzər xaqanlığına aiddir. Deməli, burada uyğun cavabımız elə C variantı Aşina soyuna mənsub olması idi. 67-ci suala baxsaq, burada qeyd edilir ki, Azərbaycan 13-cü əsrin 20-ci illəri üçün xarakterlikdir. Cəlaləddin yürüşü 1225-də düşür. Asunqilər sülaləsinin süquta uğraması 1227-də düşür. Çormaqonoyun rəhbərliyi altında hücumu 1231-dir. İkinci Axsitanın Hülakilərin vasallığa çevrilməsi Hülakilər dövlətinin dövrünə bu da aid deyil. Çünki 13-cü əsrin ikinci yarısına düşür. Şirvanşahlar dövlətinin Slavyan hücumuna məruz qalması bu dövrə düşmür. Yəni 1175-dədir. Bu da düşmür. Deməli 1 ilə 2 A variantı uyğun gəldi.
68-ci ildə 100 illik müharibənin Fransanın qələbəsinin başa çatmasına qara ölüm vəba epidemiyası səhvdir. Al-Qızılgül müharibədən sonraki aydır. 11-ci Ludovikin mərkəzləşmə siyasəti müharibədən sonraki dövrə düşür. Rekonkist hərəkatının başlaması da aiddir. Daimi qoşunun yaranması və yeni silah olan toplardan istifadə. Doğru cavabımız Y variantı olar. 69-cu suala baxırıq. Uyğunluğu müəyyən edin. Qaraqoyun dövləti və Ağqoyun dövlətinə aiddir. Sədri döyüşü 1408 olduğuna görə Qaraqoyunluya düşmür. 1. İbrahim Aslılara düşməsi var idi. Bayandurlu nəslinə olan Pəhləvan bəy tərəfindən idarə olması Ağqoyun bəyliyinə aiddir. Bu Qaraqoyunu idarə edilməsi Ağqoyun bəyliyinə aiddir. Ağqoyun dövlətinə Qara Osman tərəfindən Diyarbəkir mərkəz seçilməsi bəyliyə aiddir. Gürcü şair Baqratla düzdür. Bəyazitlə dostluq var. Deməli, 1-də B, 2-də BC. B və BC, deməli, 1-də B olur, 2-də BC Y variantında göstərilib. 70-ci sualda Şeyx Cüneyddən fərqli olaraq Şeyx Sultan Ali 15-ci əsrin ikinci yarısında hakimiyyətdə olmuşdur. Hər ikisi 15-ci əsrin ikinci yarısında hakimiyyətdə olub. Ərdəbil hakimi rəhbəri olub, oxşardır. Padşah Uzun Həsən tərəfindən Ərdəbilli taxta oturulmuşdur. Heç birinə aid deyil. Şirvana və Dağıstana hücum etmişdir. Bu Şeyx Sultan Aliyə aid deyil. Ağqoyun dövlətinin mövcud olduğu dövrdə fəaliyyət göstərmişdir. Bəli, burada doğru cavabımız Y variantıdır. Çünki Şeyx Cüneyd 1460-cı ildə vəfat etdiyinə görə onun Ağqoyun dövlətinə aidliyi yoxdur. Ona görə də burada Y uyğun cavab olur. 71-ci suala baxsaq, burada deyir ki, Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Mezolit, erkən tunc, neolit dövrünə. Əkinçilik vərdişləri mezolit. İstehsal təsərrüfatının mövcud olması, deməli, mövcud olması deyir. Oxşar cəhət deyək bunu. B ortaq. Homo sapiens adlanan insan tipinin meydana gəlməsi, tipinin mövcud olması da ortaqdır. Ağlı insan. Daşların dişilməsi və cəlalınması neolit dövrünə aiddir. Kişi əməyin ön plana keçməsi erkən tunca aiddir. Deməli, bir də A olur. 2-də Y, bir də A. Bir dəqiqə, yenə 2-də Y. 3-də D, 4-də BC. Deməli, doğru cavabımız C variantında göstərilib. 72-ci sualda hadisə nəticə əlaqələri doğru verilmişdir. 1917-ci il fevral inqilabı müvəqqəti hökumətin devilməsidir. Müvəqqəti hökumət yaranmışdı. Ərzincan barışığının imzalanması, Qafqaz cəbhəsinin əməliyyatlarının dayandırılması, Rus qoşunlarının geri çəkilməsi doğrudur. 1917-ci il oktyabr çevrilişinin baş verilməsi, bolşeviklərin hakimiyyətinin qurulması düzdür. Cənubi Qafqaz Komissarlığının fəaliyyətinin dayandırılması, 2-ci Nikolayın hakimiyyəti imtina etməsi, 2-ci Nikolayı artıq devirmişdilər hakimiyyətdən. Brest-Litovsk müqaviləsinin imzalanması mart ayındadır. Cənubi Qafqaz Seyminin fəaliyyəti başlaması isə fevral ayına olduğuna görə yanlışdır. Deməli, 2 ilə 3B variantı uyğun olur 72-də. 73-cü suala baxırıq. 1905-ci ilin dekabrın ayında inqilabi hərəkatın başlamasına qığılcım rol oynamışdı. Məşrutə hərəkatın qəbul edilməsi, Tehranda inqilabi hərəkatın başlamasına rol oynamışdı. Məclisin çağırılması, xarici məmurların ölkədən qovulması tələblər vardı. Məclisin çağırılması da aid deyil. Ali Rühanın mütəkkirliyi səhvdir. Tacirlərə qarşı haqsızlıqlar məşrutənin qəbul olunması, məşrutə konstitusiyanın qəbul olunmasıdır. Tacirlərə qarşı olan haqsızlıqlar olar. Yəni B variantı uyğundur. İnqilab başlanğıcına qığılcım rolu oynadı. Məşrutənin qəbul edilməsi 1906-cı ildə aiddir. Götürülə bilməz. Məclisin qəbul edilməsi aid deyil. Xaricin qovulması deyil. Ali Rühanın taxıl mütəkkirliyi. Ali Rühanilərin taxıl mütəkkirliyi. Tacirlərə qarşı haqsızlıqlar. Deməli, qədim Albaniya dövlətinin tarixi ilə bağlıdır. Eradan əvvəl 4-cü əsrin əvvəllərində meydana gəlmişdir. 4-cü əsrin sonunda yaranıb, səhvdir bu. Cənub sərhədlərdə Fəvrat çayına qədər deyildi, Araz çayına qədərdir. Makedoniya imperiyası ilə siyasi əlaqələrin mövcud olması səhvdir. Parçalaması nəticəsində yaranmış. Qul əməyinin istifadə olunması aid ola bilər. Geniş istifadə olunması desəydi səhvdir. 20-ci illərin dövlətçiliyə son qoyulan Atropatenadır. 75-də Mesopotamiya əhalisinin, deməli, burada qeyd edirik ki, Mesopotamiya iqtisadi həyatında baş vermiş yeniliklərdəndir. İqtisadi həyatında deyirsə, mixi yazı deyil, astronomiyada elmə aiddir. Dünyanın ilk dəfə olan sadə cərrahi əməliyyatları səhvdir. Günəş saatı Misra idi. Daşınmanı asanlaşdıran arabalardan istifadə etmək, bəli, təkər ixtiyasından sonra Y uyğundur. 76 xəritədə qara rənglə işarə olunmuş ərazilərin tarixi üçün səcəvidir.
Yunanistanla Hindistan göstərilir. Makedoniyaya qarşı mübarizə doğrudur. Həm Makedoniya İskəndər, həm Filippin yürüşünə məruz qalıb. Roma işğallarına məruz qalması yanlışdır. Hindistan məruz qalmayıb. Deməli, Yunanistan məruz qalıb. İkinci yürüşləri məruz qalması burada doğru, burada Ari tayfaları. 3-cü əsrdə vahid dövlətə birləşməsi Hindistana aiddir. German tayfaları isə Romaya aiddir. Deməli, burada 1 ilə 3 uyğun cavabımız C variantı olur. 76 və 77-ci suala baxsaq, burada deyir ki, birinci və ikinci mətndə bəhs olan şəxslərin fəaliyyəti üçün oxşar cəhəti. Bizans feodallarına qarşı mübarizədə Səlcuq sultanına dəstək alır, Qaracahisar və digər Bizans fəallərinin təfəkkürlərin qalalarından birinin ardınca fəth etdiyi gün Səlcuq sultanı tərəfindən mükafatlandırıldı. Bu Artoğulun dövründədir. Onun böyük nailiyyəti Bizansın Anadolu torpaqlarının qovulması idi. Dövlətin sərhədləri Ege dənizindən Konstantinopola qədər genişləndi. Balkan ucumuzda Gelibolu qalasını ələ keçirdi. Bu deməli Orxan Qazi və deməli digər isə Osman Qazinin dövrünə aiddir. Burada birinci və ikinci mətndə bəhs edilən şəxslərin fəaliyyəti üçün oxşar cəhətdir. Paytaxt köçürülməsi Orxan Qaziyyədir. Bu yanlışdır. Yeni dövlətin əsasını qoyması oxşar cəhət ola bilməz. Sultan titulundan məxsus olan Murad idi. Bu da səhvdir. 14-cü əsrin birinci yarısında hakimiyyətdə olmaları Səlcuq imperatorunun deyil, Osmanlıdır. Deməli, 14-cü əsrin birinci yarısında hakimiyyətə gəlməsidir. Osman Qazi ilə deməli, Orxan Qazinin fəaliyyəti üçün ortaq cəhət. 48-ci sualda qeyd edilir ki, Delhi Sultanlığı Məmlüklər sülaləsinin hakimiyyəti dövründə 1227-ci illərdə hakimiyyətdə olub. 1290 üzrlü sayın 1206-1290-cı illərdə Monqolların hücumuna qarşı mübarizə aparırdı. Bəli, Monqolların hücumuna qarşı belə doğru cavabımız A variantıdır. Digər variant Böyük Moğol dövlətinə aiddir. Həm də məsələdir ki, bu hərbçilərə qulluq müqabilində pul şəklində maaş verilməyə başlanması Ələddin Xələcin dövrünədir. Gürlər dövləti məğlub edildi, yanlışdır burada. Deməli, 79-cu suala baxsaq, Justinianın Slavyan tayfalarının Balkan yarımadası məskunlaşmasını güzəşt etməsi nəticəsində Bizansda ara müharibələr başlaması səhvdir. Səlcuq türkləri mübarizə müttəfiq qazandı, yanlışdır. Vikinglərə qarşı yürüşləri qarşı alındı, yanlışdır bu. Böyük Karla mübarizədə deyil. Burada feodalizmin, qulları qaydalarının feodalizmdən əvəz edilməsi, yəni Y uyğun cavabdır 79-da. Və 80-ci suala baxsaq, uyğunluğu müəyyən edin. Tiflis müsəlman əmirliyin tabe edilməsi Toğrula aiddir. Burada 6 uyğundur. Səlcuq ərazisinin parçalanması Sultan Səncərə aiddir. Bu göstərilməyib. Deməli, bu 4, 3 və yaxud bunlar yanlışdır. Konya, Ankara şəhərlərinin tutulması isə Məlik aiddir. Bir doğrudur. Deməli, 1 ilə 6 B variantı uyğun cavab olur. 81-ci sualda Xubilay xanın hakimiyyət dövrü Çana aiddir. Cənubi Çinin ələ keçirməsi düzdür. Mərkəzdə işğalın başlatılması Çingiz xanın dövründə vardı. Qarmışa Məhəmmədə qarşı Çingiz xan mübarizə aparıb, paytaxtı Pekinə köçürməsi var. Çamıqanın məğlub edilməsi səhvdir. Demək, 1 ilə 4 A olar. 82-ci sualda 3-cü Xaçı yürüşünün nəticəsində Konstantinopol ələ keçirdi, yanlışdır. Səlahiddin Əyyubi Xaçları məğlub etdi. 3-cü yürüşün nəticəsində İngilis Fransa Qüdsü ələ keçirmək istəyib, baş tutmadı. Ələ keçirmək istəyib. Latin imperiyası 4-cüdədir. Edessa Xaçlar tərəfindən ələ keçirdi, yanlışdır. İngilis və Fransız krallarının Qüdsü ələ keçirmək istəyi baş tutmadı. Deməli, Səlahiddin Əyyubi Xaçları məğlub etdi. Səlahiddin Əyyubi Xaçları məğlub etmişdi 3-cü Xaç yürüşü. Bunun nəticəsində deyir, Qüdsü ələ keçirmək istəyi məğlub oldular. Ona görə də krallarının Qüdsü ələ keçirmək istəyi baş tutmadı. Ona görə də burada C uyğun cavab olar. 83-cü sualda 14-cü əsrin sonlarında Azərbaycanda hakimiyyəti ələ çalışan feodallar bir tərəfdən əmrin canişinlərinə qarşı vuruşurdu, digər tərəfdən də öz aralarında vuruşurdular. Azərbaycan açarı hesab edildiyinə üçün onun ərazini keçirmək məqsədi uyğun sayılırdı. Geri feodallar əsas qüvvələrini birləşdirmək əvəzinə bir-birinə vuruşurdular. Nəticədə Təbriz ələ keçirdi. Mətndə bəhs edilən dövrdən fərqli olaraq Hülakilər dövründə Azərbaycanda Təbriz paytaxt kimi fəaliyyət göstərirdi. Deməli, burada Təbriz paytaxt kimi fəaliyyət göstərirdi Hülakilər dövründə. Bu dövrdə yəqin ki, bu dövrdə də paytaxt Cəlalilərin dövründə Təbriz idi. Bu yanlış olar. Kəndlərin bir yerdən başqa digərə keçməsi qadağan olmuşdu. Bu var idi Hülakilər dövründə. Ali Monqol xaqanlığının canişini hakimiyyətdə idi Hülaki dövründə Azərbaycanda. Səhvdir bu.
Cəlalilər sülaləsinin hakimiyyəti davam edirdi. Yanlışdır. Mərkəzləşmiş dövlət mövcud idi. Mərkəzləşmiş dövlət mövcud idi. Deməli, burada 2 ilə 5 uyğun cavabdır 83-də və digər isə 84-cü suala baxsaq. Burada deyir ki, Qızıl Ordu dövlətindən fərqli olaraq Teymurlər dövləti 16-cı əsrin əvvəllərində süquta uğradı. Hər ikisi 16-cı əsrin əvvəllərində Moskvanın tabe etdi. Moskvanın tabe etdi. Teymurlara aid deyil, bu səhvdir. Hülakilər dövləti ilə mübarizə aparması da yanlışdır. Delhi sultanlığını tabe etdi. Onlar 4, bir də Şeybanilər tərəfindən məğlub edildi. 4 ilə 5 olar. Xronoloji ardıcılı müəyyən edin. İlk qadın gimnaziyası 1874-dür. Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi 1879, ilk Qazan məktəbi 1830, ilk qiraətxana isə 1894-cü ildə olduğuna görə əvvəlcə olmalıdır 3, sonra 1 olmalıdır. Sonra Azərbaycan şöbəsi 2 olmalıdır və 4, deməli 1894 qiraətxana Nəriman Nərimanov tərəfindəndir. Deməli 3-1-2-4. 8-ci əsrin 1-ci əsrinə aid müsəlmanlar Sasanilər dövləti 8-ci əsrdə mövcud deyildi. Pireneya yarımadasına daxil olması düzdür, Veskotların məğlub etməsi, Dəməşqin paytaxt şəhəri kimi fəaliyyət göstərməsi də var idi. Xəlifə Möhtəsimi 9-cu əsrdə hakimiyyətdə olub. Bədir döyüşü isə 624 olduğuna görə yanlışdır. Deməli 2 ilə 3-dür. 87-ci sualda İbrahim Ağa Vəkilov, Səməd bəy Mehmandarov və Əliağa Şıxlinskiyə aid olan xüsusiyyətlər. Çarın yeganə yavari idi. Bu təbii ki, Hüseyn xan Naxçıvanskiyə aid. Georgi mükafatı ilə təltif olunub Səməd bəy Mehmandarov. B deməli 2-yə aid. Hərbi topograf olub İbrahim Ağa Vəkilov. C 1-ə gedəcək. Rus artilleriya tanrısı isə Əliağa Şıxlinskidir. D 3-ə gedəcək. Deməli, növbəti burada qeyd edirik ki, 15-ci əsrin əvvəlində Teymuri fəaliyyəti altında çıxması və birləşməsi üçün Azərbaycan Teymurilər hakimiyyəti altında çıxması, birləşməsi üçün əlverişli yaranmışdı. O zaman beynəlxalq mübarizə meydanında Azərbaycan üçün təhlükə yaradan birəcə qüvvələr yox idi. Teymurların vəfatından sonra onun işğalçı siyasəti nəticəsində yaranan Teymurilər dövləti tezliklə dağılmağa başladı. Müxtəlif ölkələrə hökmranlıq edən Teymur şahzadələri arasında ixtilaflar nəticəsində bir sıra əyalətlər bu xanədanın təsiri nəticəsində dairəsi altına çıxmış müstəqillik qazanmışdı. Teymurlar arasında feodal hərc-mərcliyə hakimiyyət uğruna mübarizə davam edirdi. Bu vəziyyət Azərbaycanda da hökm sürməkdədir. Mənbədə bəhs olunan hərc-mərcliyi hakimiyyət uğrunda mübarizədə həbsdən azad olunmasına şərait yaratmış 2 şəxsin adını müəyyən edin. Bu təbii ki, o zaman Qara Yusif və Cəlalirli Sultan Əhməddən söhbət gedirdi. Mənbədə bəhs olunan tarixi şəraitin Azərbaycan üçün nəticələrini müəyyən edin. Nəticələri oldu ki, Qara Yusif Azərbaycanı ələ keçirdi, lakin sonradan Teymurlər ölkədən qovuldu, belə yazmaq olar. Tarixi bilinməyə əsasən Azərbaycan mənbədə bəhs olunan hakimiyyət uğruna mübarizə dövrünə mövcud olan dövlətləri müəyyən edin. Həmki dövrdə Şirvanşahlar dövləti mövcud idi və bir də Cəlalilər dövləti mövcud idi. Dinlədiyiniz üçün təşəkkür edirik.